Bugün Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib. Baş Prokuror Kamran Əliyev hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sayəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib. Bildirilib ki, ötən müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri və bəraət verici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5%-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub. Kollegiya iclasında Baş Prokuror ölkədə sabitliyin, ərazi bütövlüyü və suverenliyin qorunması naminə cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparacaqlarına və üzərlərinə düşən vəzifələri layiqincə icra edərək yeni uğurlar qazanacaqlarına əminliyini bildirib. 24-cü illə müqayisədə 2025-ci ildə qeydə alınmış cinayətlərin sayında azalma, əhəmiyyətli azalma müşahidə edilmişdir. Cədvəldən də gördüyünüz kimi 33.379 24-cü ildə qeydə alınmışdırsa, 31.852 cinayət 2025-ci ildə qeydə alınmışdır. Bu da 4,6% azalma müşahidə edirik. Eyni zamanda cinayətlərin açılma faizi 2,9% artmış və 2024-cü ildə 87,6, bu il 90,5% olmuş. Bütün cinayətlərin bütün növü üzrə azalma müşahidə edir, amma əsas azalma xüsusilə ağır və az-ağır cinayətlərdə əhəmiyyətli azalma gördüyümüz halda təəssüflər olsun ki, böyük ictimai təhlükə törətməyən cinayətlərdə azalma faizi nisbətən aşağıdır.